Birinci olaraq danışmaq istəyirəm hal-hazırda işi, gəlir mənbəyi olmayanlar haqqında. Əgər hal-hazırda pulunuz, gəliriniz və ya işiniz yoxdursa, o zaman bu birinci olaraq onu göstərir ki, deməli siz hələ dünyaya bir şeylər verməmisiniz. Yəni bu bir şeylər deyərkən nəzərdə tutduğum həm potensialınızı açmaqdır, öz bacarıqlarınızı nümayiş elətdirməkdir, insanlara fayda verməkdir və ya ola bilər siz evdar bir xanımsınız, fərqi yoxdur. O zaman da yenə də məsələn həyat yoldaşınızın sizə maddi olaraq təmin eləməsi üçün ona emosiya vermək var. Bu düz biraz fərqli bir mövzudur. Mən bu haqda uzun-uzun danışmaq istəmirəm. Bəlkə gələcəkdə yenə danışaram. Amma yəni dünyada önəmli bir qayda var. Yəqin ki bu haqda eşitmiş olarsınız və bunu qeyd eləməyiniz də çox yaxşı olar. Dünyada alma-vermə balansı deyə bir şey var. Yəni bu o deməkdir ki, əgər biz dünyadan bir şeylər almaq istəyiriksə, insanlardan pul, maddiyat, hədiyyələr, qazanc, nəsə bir şey almaq istəyiriksə, fərqi yoxdur kimdən, necə, harda. Öncəliklə bizim bir şeylər verməyimiz lazımdır. İşinizdən qazanmaq istəyirsinizsə, insanlara fayda verməyiniz lazımdır, potensialınızı açmaq lazımdır, biliklərinizi göstərməyiniz, insanlara dəyər qatmağınız, hər hansı bir problemlərini həll eləməyiniz fərqi yoxdur. Kim necə bacarırsa o şəkildə başlamalıdır. Bir də burada qısaca demək istəyirəm ki, bəzən insanlar olur, iş axtarışında olurlar, deyirlər ki, mən iş axtarıram, tapa bilmirəm. Amma qısaca bir tövsiyəm olacaq. Təbii ki, qərar yenə də sizindir. Hardasa iş axtarmaq, davamlı CV-lər atmaq əvəzindən, təbii ki, o da çox gözəl bir şeydir. Madam ki, oradan yəni gözləntidəsiz və nəticələr gəlmir, hələ ki sizi qane eləmir. Sadəcə ümidinizi ora bağlamaqdansa birbaşa başlayın hərəkətə keçməyə. Yəni siz hal-hazırda nələr bacarırsınızsa, nə eləyə bilərsinizsə, fərqi yoxdur. Yemək bişirə bilirsiniz, kitab oxumağı sevirsiniz, bəlkə serialları izləyirsiniz və çox yaxşı təhlil eləyə bilirsiniz və ya bəlkə siz məsləhətlər verə bilirsiniz, fərqi yoxdur. Hərənin bir bacardığı bir şey var və gün ərzində eləməkdən zövq aldığı bir şeylər var. Siz sırf bununla rahatlıqla başlayıb öz potensialınızı aça bilərsiniz və dünyaya, insanlara bir şeylər verdikcə qarşılığında sizə avtomatik olaraq ya hədiyyələr, ya qazanclar, ya da ən azından geri dönüşlər gələcək. Çünki siz əgər dünyaya bir şey verirsinizsə, fayda qatırsinizsa, hər hansı bir fəaliyyətdə bulunursunuzsa, fərqi yoxdur. İstər həyat yoldaşınız üçün olsun, istər işinizlə bağlı insanlar üçün olsun, fərqi yoxdur. Ya da səhifə açırsınız, bir şeylər bölüşürsünüz, fərqi yoxdur. O zaman avtomatik olaraq qarşılığında alırsınız. Çünki yenə də deyirəm, alma-vermə balansı deyə bir şey var. Biz dünyaya heç bir şey vermədən, insanlara heç bir şey qatmadan deyə bilmərik ki, mən niyə pul qazanmıram? Yəni, niyə pul qazanmırsınız, niyə pulunuz, maddiyyatınız, hədiyyələriniz yoxdur? Çünki hələ insanlara bir şeylər verməmisiniz. Bir şeylər verməyiniz, nəsə bir şeylər qatmağınız lazımdır ki, qazancınız olsun, gəliriniz olsun və daha sonra İstədiyiniz kimi davam edə bilərsiniz. İşinizdə də, həyatınızda da. Əsas olan hərəkətə keçmək, bir yerdən başlamaqdır. İkinci olaraq isə, hal-hazırda əgər pulunuz yoxdursa və ya çox-çox az qazanırsınızsa, deyək ki, olsun həyat yoldaşınız sizə, deyək ki, salon xərclərinizi verir. Bu da sizə gələn pul sayılır əslində. Yəni, sizə bu qədər qazanc gəlirsə ya da sizə nə qədər hədiyyələr alınırsa, və ya işinizdə nə qədər qazancınız olursa, tutaq ki, deyək ki, siz öz işiniz var, satışlar eləyirsiniz və aylıq 200-300 manat qazancınız olur. Fərqi yoxdur. Hal-hazırda qazancınız azdırsa, yəni nə qədərdirsə qazancınız, bu birbaşa olaraq göstərir ki, sizin hələ ki o qədər enerjiniz var. Yəni o qədər enerjinizi dünyaya fayda üçün verirsiniz və avtomatik olaraq nə qədər enerji versəz dünyaya, insanlara, resursunuzu bölüşsəz insanlarla, o qədərini də maddi olaraq alırsınız. Yəni maddiyata hər şey daxildir. Pul, hədiyyələr və s. kimi. Və ikinci olaraq, əgər hal-hazırda pulunuz yoxdursa və ya çox az qazanırsınızsa, deyək ki, günlük 5 manat və s. kimi sizə gəlirsə, ola bilər təbii ki, belə bir şey. Hətta mənim də belə vaxtlarım var idi. Deyək ki, sizə yəni 5 manat gəlirsə, deməli, sizin enerjinizi alan çoxlu məsələlər var. Yəni, bütün resursunuzu alan çoxlu şüuraltı duyğulardır, məsələlərdir, xilaskarlıq ola bilər, insanları məmnun eləməyə çalışmaq ola bilər, qərarsızlıq ola bilər, asılılıqlarınız ola bilər. Bəlkə siz telefonda
işləmək istəyirsiniz, məsələn, sosial şəbəkələrdə, amma sırf asıllığınıza görə bütün gün telefonda videolar izləyərək qalırsınız, başqa heç nə eləyə bilmirsiniz. Və ya insanlardan asılı olursunuz münasibətlərdə, qurban roluna düşürsünüzsə, məsələn, məsuliyyəti ölkəyə atmaqdır ki, bu ölkədə iş qurmaq olmur, heç nə mümkün deyil, ya da ətrafınız imkan vermir deyə düşünürsünüzsə, ailəm qoymadı, yoldaşım icazə vermədi, ona görə eləyə bilmirəm, ya da uşaqlarım var, vaxtım olmur. Bütün bunlar birbaşa olaraq əslində göstərir ki, qurban roluna düşürsünüz və hərəkətə keçməmək üçün səbəblər tapırsınız. Bu haqda mən ayrıca danışacağam, çünki çox önəmli bir mövzudur. Yəni qısacası bu və bunun kimi məsələlərə o qədər enerjiniz gedir ki, heç özünüz də fərqində olmursunuz və buna görə də gün ərzində işlər çatdıra bilmirsiniz, günün necə gəlib keçdiyini hiss edə bilmirsiniz və buna görə də nə qazancınız olur, nə sizə pul gəlir, nə hədiyyələr gəlir, nə də bir şey, nə də işinizdə uğurlu ola bilmirsiniz. Yəni qısacası qazancınızı artırmaqla bağlı zaten mən enerjidən ayrıca danışacağam. Bundan əvvəl də danışmışdım enerjimizi alan məsələlərdən. Sabitlənmiş mesajlardan keçid edib mütləq dinləyərsiniz onları da zaman zaman. Çünki şəxsən mən bunun fərqinə varanda ki, hər bir insanın günə başlayarkən eyni qədər enerjisi var və biz sadəcə olaraq enerjimizi hansı məsələlər alır, onların fərqinə varsaq, bunların üzərində işləsək, avtomatik olaraq gün ərzində daha çox vaxtımız da olur, işimizə də ayıra bilirik, həyat yoldaşımıza, yəni ailəmizə, övladımıza, işimizə, özümüzə, ən əsası özümüzə. Və bu şəkildə qazancımız da olur, həyatımıza daha çox bolluq, maddiyyat, zənginlik də yarada bilirik, inkişaf eləyirik və rifahımız da yaxşılaşır. Bu haqda mən ayrıca danışaram, amma qısaca vurğulamaq istədim ki, yenə də. Birinci olaraq, hal-hazırda əgər qazancınız, pulunuz yoxdursa, birinci olaraq deməli siz dünyaya hələ bir şeylər vermirsiniz, fayda vermirsiniz, deməli hələ potensialınızı açmamısınız. İkinci olaraq isə deməli sizin enerjiniz alan çoxlu duyğular, qorxular, düşüncələr, faktorlar, məsələlər var ki, bütün enerjinizi buna sərf edirsiniz gün ərzində şüuraltı olaraq və buna görə də heç bir fəaliyyətdə buluna bilmirsiniz. Buna görə də qazancınız olmur və ya çox az olur. Bu birbaşa olaraq bir-biri ilə əlaqəlidir. Bu podkast çox dəyərlidir. Ona görə istəyirəm ki, mütləq qeydlərinizi götürəsiniz, dəfələrlə dinləyəsiniz və ətrafınızda tanıdığınız insanlarla da mütləq paylaşasınız. Əgər bu gün məni dinləyərkən özünüzə aid bir şeylər hiss elədinizsə və düşünürsünüzsə ki, mən artıq bunu necə dəyişdirə bilərəm, necə eləyim ki, həyatımda istədiyim nəticələri əldə edeyim, o zaman sizin üçün çox gözəl bir xəbərim var. Sadəcə olaraq Bioda Klinikdən keçid eləyərək marafonla bağlı ətraflı məlumatı əldə edə bilərsiniz. Hal-hazırda bu fürsət sizin qarşınıza çıxıbsa, qeyd eləmək istəyirəm ki, bu təsadüf deyil. Çünki siz indiyə qədər məni dinlədiniz, dəyərli zamanınızı sərf elədiniz şəxsi inkişafa, bir şeylər öyrənməyə. Bunun üçün həm sizi təbrik eləyirəm, həm də istəyirəm ki, qarşınıza çıxan bu fürsəti dəyərləndirəsiniz. Əgər istəyirsinizsə ki, mən paylaşım eləyəndə ilk olaraq sizə xəbər gəlsin, sadəcə olaraq kanala abunə olun və bildirişləri açmağı unutmayın. Növbəti podkastlarda görüşənə qədər.